50.000 tanıyırıq, amma 50.000 100% olmayacaq. Deyək, əvvəlcə bulvara, sonra Allah kərimdir, Dağüstü parka çıxarıq. Hə, 100%. 50.000-dən mən deyirəm, maks 30.000 eləyə bilərik. Mən 25 deyirəm, 25.000. Bəli. Görək indi. Saat 5-6-ya qədər vaxtımız var da. 28-ə gəldik, ilk stansiyamıza çatmışıq. 4 min keçmişik. Və davam edirik. Nizamiyə oradan edirik. Bulvara yol, Dağüstü parka çıxırıq. Ailen oturmuşuq qış parkında. Bir saat verəcək, yorulduk çünki. Dayanmadan bir saat sonra yeriydik. Sonrası gidəcək elinləri, oradan da Dağüstü parka. Sonra ikimiz de yorulduk. Bakın gidelim. Böyle gözünden gelin. Yüzü bayıl istersen telefon. Ben de yorulmuşum. Sıkıcı olur tepeme. Hava da şimdi gün çıktı, düzleyin. Aa, burada su var, indi bir de gözümüzü. Bəli, xalqlar. 15 dəqiqəmiz qalıb çatmağımıza. Amma 20 min adım eləməmişik. Hə, Layla. Eləməmişik, amma eləmiş kimi olmuşuq. Dağüstü parka çıkmazsa her gün gelirik. Böyle sen videolarda yalandan boynusun. Evet, yalandan geçelim. Bakalım bizim boyu 1.80'de. Ben 1.70'lik balon çıkarsın önün daha kısa göstersin. Özümüzün nöqtəylə boyu. Layla. Bu peykəndən çıxmaya planlayır indi. Layla mutludur. Çox mutlu. Layla yaxşı deyil. Yaxşıdan Layla. Ay. Az qalıb. Amma attığımız addım, istədiyimiz addımı çox qalıb. Biz yerə Nə qədər 4 dəfə kurgulayaq buradan Nərimanova kimi. Amma 4 dəfə buradan nə olur? Biz təmiz kardio elədik bu günləri. Layla. Çıxdığımız yol Laylanın abratını düşürür. Çünki hələ 15.000 addımımız qalıb. Biz bir qələt edərdik. Pişko Dağüstü parka çıxıb düşərik. Amma yenə də o qələti elədik. Yəni eləməyin. Eləyin, niyə eləmirsiniz ki? Saçımıza, başımıza fikir verməyəcək. Nasıl yerindəydim mən? Bilməm, görsən, belə olur. 6422. İndi bulvarı turlamaya gedirik. Oradan da peşkom evə gedəcəyik. Kamera peşkom evə gedəcəyik. İnşallah vaxta qədər 50.000 olmaz. 50.000 Bəli. Lale ile gelmişik. Lale arıktı. 18.000'e yakın adım olup az qalıb. Eve de qayıtmaya sayısı inşallah olar. Fırtaka yapacaktık. Ama yani 21 mi teşekkür ederim. Nerimanov'dan biz Dağüstü Park'a çıktık peşkom. Oradan düştüğü Deniz Mol'a gitti. Deniz Mol'dan bulvarın fırtaklıya kim geldi? Yani 21.000 adım. Sabire'den görüşmüşüm. Altına bağlarım. Fırtaklığın hayatında öpünde. Ve tabii 22.000 adım oldu. Bizim Nerimanov'a yolumuz var. 5 saat oraya geldik. Gidip kurtarmak istedim. Hı? Kuşkunun ona pişmiş tasarıyorum. Ayağım çok sağlıyorum. Bir şey yap. Biraz da yanmaz fazla istiyorsun. Onun için 20 adım attık izinler. Hızlı biz dayanmadan, dayanmadan 5 kere dayanmadan 4 saatlik şey dayanmadan 20 gün. 5 saat dayanmadan. 5 saat değil ben altıyorum. Maksimum 20 dakika oturmuşum. Londra'da yemeğe geldi. Sonra dayanmadan 7 gün. Bəli. Logiya məktəbi tapdıq. Universitetin daşına oturub gedirik bura. Hə, Layla. Gedək. Atlar oxşuyur. Evdən nə halda çıxmışıq, nə hala gəlmişik. Burada bu haldayım. Yox, mən belə deyildim. Mənim make-up'ım var idi. Maşın vuracaq indi. Heç nə olma, istirahat edərəm xəstəxanada. Nə, manifest eləmirik. Əşət, biz Layla ilə çatdıq. 25.000 neçəsi oldu. Biraz yolumuz qalıb da. 5000 addımımız var. 5.000 deməyək, 2.000 cəb olar. O, abartma. Buradan bizim evə də. Hə, podyum çıxacaq hələ. Belə. Ora Heydər Əliyev mərkəzi. Biz neysə, 50.000 eləyənmədi.
Biz 28'e gəldik. Hərəkətdən baxırıq ki, harayla gerək ki, bizə daha rahat olsun. Bizim gəldiyimiz yol 50 dəqiqəlik yoldur, Nərimanova kimi. Lakin şey vardı orada, padyum çoxdur. Bir də yol yaxşı deyildi. Bir də var ki, 1 saat 2 dəqiqəlik yoldur. Biraz ondan 10 dəqiqə çoxdur da. O yol var. Layla buna gedən ki, mən qoyub gedirdim, yox orayla gedək. Hə Layla? Saat yarım dedim, bir de dedin 50 dəqiqə. Təbii ki 50 dəqiqə olur. Çaşdım da, bir baxmadım, imkan vermədi. Deyirdi, inanmır mən deyirsə deyir, gəl baxım, gəl baxım. Dayanmadan 27 addım atmışıq və yeriyəmirik. Kabala. Yaxşı ki, sabahki olan dərsimiz atmen olub. Yoxsa ki getməyəcək yolda. Bəli. Yoxsa, öyle kalokum bir hara getmirik. Sonra qalsam. Neyse, sonra koyacağız. Bence de gelin bizi buradan götürün. Annem sos verdi. Yemeğini. Layla nasıl? 20 gün yedik, 25 gün yemedik. O da yazık değil mi? Neyse. Çalışımız kalsın gelmekte. İnşallah. Hadi pazar günü yedik. Pazar günü. Layla çok mutlu.